В лесу родилась елочка, в лесу она росла, зимою, летом стройная, зеленая была. Ciggilliyir elə bil. Manitor şiirlərin üçüncü buraxılışıdır. Onda saçımı düzəldim. Ümumiyyətlə, hər il olduğu kimi bu ildə sonlanır. Ağlayıram. Və həmişə sonluğa yaxın nəsə belə başlayır qaynamağa. Deyə bilmirik. Bilirsiniz, niyə? Все okey. Okey amma deyə bilərsən. Yox, deyə bilərsən amma okey deyə bilmərsən. Çünki efirdə 2 həftəyə 104 dəfə okey sözü işlənilib, cərimələr tətbiq ediləcək. Yəni o kim oturub o, vəbşə elə bir iş var. Təsəvvür et sənə vəzifə verirlər. Nə edirsən? Okeyləri sayıram. Bütün verilişlərdə istifadə olunur məncə okey sözü. Hansı veriliş? International sözü. International, yes, okey. You understand? How are you? Kimin xətrini deyib bu söz? Nə bilim ala. Bəlkə də şey olur, uzun mesaj yazırsan, içeri tökürsən, cavab olaraq sən okey Aa, bu yazırlar. bildim neyin yanılı. Əsəbləşib. Sözmə necə bu sözü? Cərimə 500 manatdan 1000 manata qədər. Necəsən? Yaxşıyam. O 15 stuka. O sana elə bir adam şirləmişəm mən burada. Küçədə vardı belə qardaşımız da o sözlə getdi də. Məsələ sözlər var ki, götürmüşük amma ki istifadə olunur da. Məsələn, korporativ dildə filan. beynəlmiləl sözdür. O necə eləyəcək? O beynəlmiləl. Şurmaneyqa. Nəzad belə o sözə gəlib çatanda elə şeylər eləyirsən də təsəvvür elə. Nəsə o 40 dənə sözdən də siyahıda. Buyur əyləş Rovik. Ehtiyatlı ol. Buna mahnıdır ya. Nəsə, yıxılmaqla mahnı. Amma qardaş sana kometa düşəndə belə şey eləmirlər, mahnı qoymurlar. Bu nə xəbərdir axı? Qaqaş kimdir vəbşə yıxılan? Mən hələ səbrimi saxlayıram. Aparıcı kimdir? Bu verişin mahiyyəti nədir? Eşitməyən qalmasın. Qaqaş da axırda fikir verir, üzündə gülümsəmə var. Zırt. Bildim, indi. Getdin sən. Saatda 200-dən.